Salam əziz tamaşaçılar. Haqqın dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bu dəfəki mövzumuz İslam tarixində və İslam cəmiyyətində məscidlərin yeri və funksiyası mövzusuna həsr olunub. Məscidlərin İslam tarixindəki rolu, İslam cəmiyyətindəki sosial, iqtisadi, dini rolu haqqında qonağımızla söhbət aparacağıq. Həm söhbətim bu gözəl məscidin, Heydər məscidinin imamı, ilahiyyatçı Rüfət Qarayevdir. Rüfət müəllim, xoş gəldiniz. Xoş gördük, çox sağ olun. Rüfət müəllim, mən hər şeydən əvvəl sözlərimə başlayarkən bu gözəl məsciddə, Heydər məscidində bizə çəkiliş üçün bu şəraiti yaratdığınız üçün sizə təşəkkür edirəm. Bu məscidin ab-havası həqiqətən bir başqadır. Məscidin ab-havasını, məscidin ruhunu ən gözəl anlayan şəxslərdən birisiniz. Məhz ona görə də biz istədik ki, məscidlərin İslam dinindəki, eyni zamanda cəmiyyət həyatındakı yeri məsələsini məhz sizinlə müzakirə eləyək. Mən birinci sualımı belə qoymaq istəyərdim ki, İslam dinində ümumiyyətlə məscidlərin əhəmiyyəti nədən ibarətdir? İnsanlar ibadətlərini hər hansı bir ibadətgah olmadan müstəqil şəkildə edə bilməzdilərmi? Bax, bu məscid ənənəsi ictimai cəhətdən hansı əhəmiyyəti kəsb edir? İstərdim birinci buradan başlayaq. Təbii ki, məscidlərin həyatımızda rolu böyükdür. İslam dini ümumiyyətlə fərdi həyatdan, fərdi yaşayışdan daha çox toplum şəklində, cəmaət şəklində olmağa üstünlük verir. Quran-Kərimin ayəsinə də baxanda görürük ki, Allahın qüdrət əli cəmaatın üzərindədir, bir toplumun üzərindədir. Dualara baxanda bəzən bir imam dua edirsə, yüzlərlə, minlərlə insan eyni duanı etmir, eyni edilən duaya amin deyilir ki, yəni bu dualar da Allah qatında məqbul olunsun. Həyatımızın hansı hissəsindən baxsaq, Allah bizə fərdi yaşamağa deyil, ümumi cəmaat içərisində, toplum içərisində, ümmət halında yaşamağımızı istəyir. Bunun üçün də İslamın ilkin dövrlərinə nəzər salanda görürük ki, ilk başlanğıc Allah Rəsulu Məkkədən Mədinəyə hicrət edərkən Allah Rəsulunun gördüyü iş hətta Mədinəyə çatmadan Quba deyilən bir yerdə məscid tikmək olubdur. Və burada həm Allah Rəsulu, həm onun səhabələri böyük şövqlə, həvəslə bir məscid inşa edirlər və ilk cümə namazı da elə Quba məscidində qılınır. Ondan sonra Allah Rəsulu Mədinəyə, şəhərin özünə üz tutur. Quba məscidi Mədinənin 4 kilometr yaxınlığındadır. Orada da hər kəs istəyirdi Allah Rəsulunu evinə dəvət etsin. Amma Allah Rəsulu buyurur ki, mənim dəvəm məmurdur, Allah tərəfindən əmr olunubdur. O harada dayanacaqsa, mən o şəxsin evində qalaram. Və Allah Rəsulunun dəvəsi tam Əbu Əyyub Ənsari Həzrətlərinin evinin qarşısında indiki Məscid-i Nəbəvi deyilən yerdə dayanır. Allah Rəsulu Əbu Əyyub Ənsarinin evində qonaq olur. Onun evində qonaq olduğu müddətdə də ikinci məscid, böyük məscid, Məscid-i Nəbəvi inşa edilmiş olur. Və biz Məscid-i Nəbəvinin funksiyasına baxanda ki, hansı funksiyaları həyata keçirirdi? Təbii ki, Allah Rəsulunun evi də məscidə yaxın idi. Allah Rəsulu... Hətta Həzrət Peyğəmbər özü də o məscidin inşaatında birbaşa rol alır, deyilmi? Bəli. Həm Quba məscidində, həm xüsusi olaraq Məscid-i Nəbəvidə Allah Rəsulu özü də şəxsən çalışırdı və sahabələri şövqləndirirdi. Şövqləndirmək üçün müəyyən həvəsləndirici kəlamlar işlədilirdi. Allah Rəsulunun evi də məscidə yaxın, birləşik bir formadaydı. Minbərinə çıxar, xütbə edər və hədis-i şərifdə buyurulur ki, mənim minbərimlə məzarımın, yəni evinin arası, məzarı da evinin içərisindədir. Rovzətül Mütəhhərə, cənnət bağçası sayılır. Sonradan Məscid-i Nəbəvi genişləndirildi. Amma İslamın ilkin dövründə Məscid-i Nəbəvinin olduğu yer elə minbərlə evin arası olan hissə idi ki, o hissəyə cənnət bağçası deyilir. Kim əgər orada namaz qılsa və cənnətə girmişəm desə, yalan demiş olmaz. Məscid-i Nəbəvinin funksiyasına baxanda görürük ki, orada həm yoxsulların ehtiyacları qarşılanırdı. Həm kimsəsizlər, evsizlər o məscidin bir hissəsində Əshab-ı Süffa deyilir. Allah Rəsulunun evinin aşağı hissəsində Əshab-ı Suffanın yerləşdiyi bir yer idi. Həm ora mədrəsə rolunu oynayırdı, həm məktəb rolunu oynayırdı, həm universitet rolunu oynayırdı, həm akademiya rolunu oynayırdı. Hər kəs öz elmi səviyyəsinə görə Allah Rəsulundan dərs alınırdı. Yəni bir irfan ocağı idi, bir mərifət ocağı idi.
Və eyni zamanda orada Allah Resulü sosial, iqtisadi məsələləri həll edirdi. Məhkəmə məsələləri orada həll edilirdi. Hərbi məsələlər orada həll edilirdi. Və dolayısıyla Mədinə və məscid İslam mədəniyyətinə böyük xidmətlər göstərirdi. Aradan əsrlər keçdi, aradan dövrlər keçdi və hər dövrdə, hər zamanda təbii ki, artıq bu işləri icra edəcək idarələr, təşkilatlar, mərkəzlər yarandıqdan sonra təbii ki, məscidin bir sosial, ictimai tərəfləri yerində qalsa da, amma digər tərəfdən dövlətin müxtəlif işlərini icra etmək üçün olan məsələlərin artıq məsciddən çıxmasına zərurət yarandı. Çünki İslam coğrafiyası genişlənirdi və belə olduğu halda artıq bir zərurət idi ki, bu məsələlər də fərqli məkanlara daşınsın. Xüsusi olaraq məscidin ibadət yönünə gəldiyimizə və sizin verdiyi suala qayıtsaq, insanlar istədiyi yerdə yer üzü səzdəgah qərar verilib. Hər yerdə namaz qıla bilərlər, səzdə edə bilərlər və Allah Resulü buyurur ki, bəndənin, qulun Allaha ən yaxın olduğu yer səcdə halıdır. Əslində məscidə rükû edilən yer deyilmədi, məscidə qiyam edilən yer deyilmədi. Baxmayaraq ki, məsciddə həm qiyamda dayanılır, rükûda dayanılır, amma xüsusi olaraq səcdə götürüldü. Məscid, sücud, səcdə edilən yer. Nə üçün? Çünki məscid Allaha yaxınlaşma yeridir. İnsan fərqli yerlərdə, fərqli mühitlərdə ola bilər, amma məscidə gəldiyi zaman artıq onun beynində, düşüncəsində bir şuur formalaşır. Bu psixoloji hazırlıq deyil. İnsan mənəvi olaraq anlayır, dərk edir qəlbi ilə, ağlı ilə ki, mən Rəbbimlə görüşə gedirəm. Biz Beytullah deyirik, Quranda Məscidül Həram deyilir. Beytullaha da, Kəbə evinə də Məscidül Həram deyilir. Orada məscid deyilir və yaxud Məscidül Əqsa, Qudüsdə olan məscidə də məscid deyilir Quran-ı Kərimdə. Və xüsusi olaraq məscidlər Allahın evidir. Kəbə evi, Beytullah da Allahın evi sayılır. Məscidlər də həmin Beytullahın, Kəbə evinin şöbələri sayılmış olur ki, bütün məscidlərin bir hədəfi var, bir qayəsi var, bir istiqaməti var. Hər kəs mihrabdan üzü Kəbəyə doğru durmuş, dayanmış olar və xüsusi o məscidlərə də Allahın rəhmət və bərəkəti enmiş, nazil olmuş olar. Allahın məscidlərində onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalim kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalıydilər. Onlar üçün dünyada rüsvayçılıq, ahirətdə isə böyük bir əzab vardır. Mən istərdim, bax bu cəmaatla ibadət, toplu ibadət, siz bunu vurğuladınız. Peyğəmbərin hədislərində bu istiqamətdə nələr var? İstərdim buna da aydınlıq gətirək. Adətən çox belə deyək, təəssüf hissi ilə qeyd edək ki, bəzi məscidlərimizdə görürük insanlar gəlir, imamın ədalətini bəzən sorğuluyurlar. Bəzən hansısa şübhə ilə yanaşırlar. Tanıdılar, tanımadılar, bu hal baş verir. Biz insanları qınamırıq ki, imamların ədalətini sorğulamasınlar və yaxud da yanlış yolda olan, səhv yolda olan imamın arxasında dayansınlar. Hər bir insanın imamın arxasında dayanan hər bir vətəndaşın borcudur ki, vəzifəsidir ki, arxasında dayandığı imamı tanısın. Və biz Allah Rəsuluna iman gətirən səhabələrin də bəzilərinə baxırıq ki, kör-körənə Allah Rəsuluna iman gətirmədilər. Müxtəlif yollarla Allah Rəsulunu dolayısıyla imtihan etdilər. Hansısa bir sınaqdan keçirdilər Allah Rəsulunu ki, görək həqiqətən bu əməllər, bu davranışlar Peyğəmbərə məxsus olan davranışdırmı? Ondan sonra Allah Rəsuluna iman gətirdilər. Təbii ki, bütün səhabələrə aid deyil, amma bəzilərində bu hallar baş verdi. Və məscidə gələn insanlar da imamı tanımaq məcburiyyətindədir. İmam da özünü onlara tanıtmaq məcburiyyətindədir. Əməli ilə, əxlaqı ilə, davranışı ilə. Amma böyük əksəriyyət bir imamın arxasında dayanırsa, demək ki, o insanlar öz əqidəsini, inancını imama qurban verməz. Belə olduğu halda görürük ki, insanlar bəlkə də cəmaat şuurunda deyil, cəmaat namazının fəzilətini anlamadığı üçün bu cümələrə aid deyil, bayram namazlarına da aid deyil. Xüsusi olaraq biz bunu gündəlik namazlarda şahid oluruq ki, o insanlar fərdi namaz qılırlar. Və yaxud elə insanlar var ki, mən fərdi namaz qılanda daha hüzur əldə edirəm. Ola bilsin, hər hansısa hüzur əldə edəsən. Amma ümumiyyətlə, savabı anlamağa ehtiyac var. Savab nədir? Günahı anlamağa ehtiyac var. Günah nədir? Məsələn, Allah Rəsulü hədisdə buyurur ki, kim Kəbəyə baxarsa,
Kəbəyə baxdığı zaman savab qazanar və günahları tökülər. 14 əsr bundan öncə o günün ərəblərinə Kəbənin maqnit çəkiciliyi var, Kəbənin fərqli bir ecazı var, fərqli bir mühiti, atmosferi vardı. Onu elmi dildə demək bəlkə də o günkü insanların anlamasında çətinlik yaradardı. Amma bugün biz kəsdiyimiz qoyunların, quzuların, danaların belə üzünü qibləyə tutmağımızda elm sübut edir ki, Kəbənin maqnit çəkiciliyi onun bədənində olan qanı çəkir və qanın içərisindəki olan zəhərli elementləri, dəmirləri çəkir və o ət təmiz hala gəlmiş olur. Hər nə qədər biz bunu ağlımızla qəbul etsək, etməsək də elmi fakt sübutdur. Və bir də insan üzü qibləyə doğru dayanmış olur. Üzü qibləyə doğru dayandığı zaman fərdi qılınan namaz var, bir də cəmaatla qılınan namaz var. 11 nəfər cəmaat namazının üzərində durulur ki, əgər durub cəmaat namazı qılarsa, dəryalar mürəkkəb olsa, yer üzü kağız olsa, bütün ağaclar qələm olsa, bunun savabını yazıb qurtara bilməz. Bu qədər savablı, fəzilətli. Bunun konkret göstəricisi var, 27 dəfədə adi fərdi qılınan namazdan daha çox üstündür. Və biz bu savabı gözümüzlə görə bilmədiyimiz üçün burada müəyyən sıxıntılar yaşaya bilirik və yaxud da hansısa araşdırmalarımız, hansısa şübhələrimiz bizi bu fəzilətdən uzaq saxlamış olur. Amma yenə dediyimiz kimi biz savabın nə olduğunu anlamış olsaq, insanın savabları çoxaldıqca bir rahatlaşır, yüngülləşmə baş verir. Məsələn, Ramazan ayının içərisində deyək olan insanlar xüsusi olaraq Ramazanın sonuna gələndə əvvəli rəhmət, ortası məğfirət, sonu cəhənnəm atəşindən xilas olmaqdır. O cəhənnəm atəşindən xilas olmağı sanki hiss edirlər. Nə üçün? Bir bağışlanma mərhələsinə gəlir insanlar və xüsusi olaraq günah yükü nədir? Günah yükü insanda bir ağırlıq yaradır. İstərsə sübh namazına qalxa bilməyən insanların hədislərdə baxırıq ki, etdikləri günahlardan dolayı bir yüklərinin artıb onları sübh namazına qalxmağa qoymadığını da şahid oluruq. Bu baxımdan savabı anlasaq, savabın fəzilətini dərk etmiş olsaq, 27 dəfə fərdi namazdan üstün olduğunu bilsək və digər tərəfdən dediyimiz kimi dəryaların mürəkkəb olsa, söz olaraq deyirik, amma bir də ağılla düşünsək ki, bu nə böyük bir fəzilətdir ki, Allah bizim cəmaat halında olmağımıza böyük savab və mükafatlar vermiş olur. Rüfət müəllim, dövlətə aid bəzi işlər artıq dövlət strukturları tərəfindən həyata keçirilməyə başladı. İstişarələr və ya digər məsələlər fərqli yerlərdə. Zamanla məscidlər cəmiyyətin mərkəzində olan bir funksiya icra etməyə başladı. Hətta biz qədim şəhərlərin quruluşuna baxanda görürük ki, o məscid mərkəzidir. Şəhərin tam mərkəzində məscid var, şəhər onun ətrafında formalaşır. Bax, bu məscidin bu funksiyası zamanla bizim şuurumuzda, ənənəmizdə məscidə qarşı bir ehtiram, məscidə qarşı bir hörmət, məscidə qarşı bir ədəb formalaşdırdı. Bugün bəzi məscidlərdə təsadüfən də olsa insan şahid olur, məscid ədəbinə uyğun olmayan davranışlar, məscid ədəbinə uyğun olmayan hərəkətlər, istər yüksək səslə danışmaq, istər məscidin ruhuna uyğun olmayan hərəkətlər. Mən burada sadəcə hələ yəni ayrı-ayrı namaz qılmaqdan danışmıram. Yəni o belə məscidin ədəbinə uyğun bir hərəkət deyil. İstərdim ki, bax bu məscid ədəbi siz çox gözəl qeyd elədiniz, Beytullahın şöbəsidir. Yəni burada bir baxıma siz Allahın huzuruna çıxdığınızın fərqində olmalısınız. Bax bura girərkən, bu qapıdan girərkən hansı ədəb üzərimizdə olmalıdır? Məscid ədəbi ümumi olaraq nələrdən ibarət? İstərdim bu məsələyə toxunasınız. Ümumiyyətlə, mən həmişə hansısa bir mövzu olursa olsun, İslama aid olan hökmləri icraya gələndə, məsələn, insan Ramazan ayının orucunu nə üçün tutur? Anlamadığın, tutduğun oruçdan sənə bir fayda yoxdur. Bəli. Anlamadığın, qıldığın namazdan da sənə bir fayda yoxdur. Anlamadığın, getdiyin həcdən də sənə bir fayda yoxdur. Bəlkə əvvəl həccə getməmişdin, bir müqəddəslik sənin göz önündə var idi, amma anlamadan getdin, gəldin, sonra o müqəddəsliyi də itirdin. Onun üçün də insanın hər hansı iş olursa olsun, onu anlamağına ehtiyac var. Əgər mən gedib məscidə girəcəm, baxın, çox incə bir nöqtədir. Məscidə girərkən salam vermək dinimizdə bəyənilmir. Amma görürük, bir çox insanlar məscidə girir, uca səslə Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Amma İslam deyir ki, əgər siz məsciddə olduğunuz zaman salam verilirsə, namazda olsanız belə onların salamına cavab verin. Onların verdiyi salam aleykum kimi siz də salam aleykum deyib salamlarına cavab verin. Çünki salam mühüm bir ibadətdir. Verəndə də savab var, alanda da savab var, vermək müstəhəbdir, almaq vacibdir. Bu baxımdan
məscidə girən insanların bəzən Allah Rəsulunun hədisinə baxanda görürük ki, buyurur ki, məsciddə olan insanlar dəryada olan balığa bənzəməlidirlər və yaxud bənzəyirlər. Dəryadakı balıqlar milyardlarla olmalarına baxmayaraq hansı bir-birinə mane olur? Heç biri bir-birinə mane deyil. Və o su, o dərya onları rahat şəkildə üzmələrinə, həyatlarını yaşamalarına bir vəsilədir. Və məscid də bir mənəviyyat insanı üçün, bir mömin üçün dəryada olan balığın halına bənzəyəcək halda gəlib, sakit, heç kəsə mane olmadan, bəlkə də alıb verdiyi nəfəsin səsi belə eşidilə bilər. Bunun xaricində, onsuz da dünyamız səs-küyün içərisindədir. Dünyada bizi kifayət qədər məşğul edən məşğuliyyətlər var. Gün-gündən dünyamız rənglənir, sosial şəbəkələr, ətrafımızda olan insanlar bizi çöldə heç kəs deməyək, əksəriyyət Allaha doğru çəkmir, aparmır. Yeganə Allaha doğru çəkiləcək yerimiz, gedəcək yerimiz, üst tutacaq yerimiz məscidlərdir. Baxın, 5-10 dəqiqəlik, 20 dəqiqəlik üst duruq Allah evinə görürük, biri məsciddə öz işini həll edir. Telefonla zəng gəlib, biznesini danışır və yaxud ailə məsələlərini danışır. Bu qəti şəkildə yol verilməzdir. Bu da niyə edir? Çünki anlamır. Anlamır ki, mən savab əldə etməyə gəlmişəm. Savab əldə etməyə gəldiyi halda günah etmiş olur. Məscid ədəbindən danışarkən insan həqiqətən anlayanda ki, hara gedir, kiminlə görüşə gedir. Burada məsuliyyəti tamam fərqli olur. İmam Həsən əleyhissalam bir dəfə dəstəmaz alır. Dəstəmaz alanda rəngi saralır. Deyirlər ki, ey imam, bəs nə üçün belə rəngin saralır? Deyir ki, siz kimin huzuruna getdiyinizin fərqində deyilsinizmi? Böyüklər İslamı bu cür anladılar. Məscidin ədəbini bu cür anladılar və bu cür yaşadılar. Onun üçün də məsciddə onların olduğu müddətdə hər dəqiqəni, hər saatı qənimət bilər və fərqli dəyərləndirərdilər. Əfsuslar olsun ki, bugün bəzi insanlarımıza aiddir. Təbii ki, çoxluq üçün bunu deyə bilmərik. Amma zamanla inşallah ki, ümidvarıq ki, o insanlar da məscidin fərqində olsalar, kiminlə görüşdüklərinin fərqində olsalar, məsciddə tamam fərqli bir mühit və atmosfer yaranmış olar. İnşallah. Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin. Allahın qulu qalxıb Allaha dua etdikdə, cinlər az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar. De ki, mən yalnız öz Rəbbimə dua edirəm və kimisə ona şərik qoşmur. Ulu Öndərin adını daşıyan bu gözəl məscid, bu möhtəşəm məscid, bəlkə də ibadət praktikası baxımından nəinki ölkəmizdə, dünyada bir ilki, bir nümunəvi bir praktikanı həyata keçirir. Bu, vəhdət ənənəsinin davamı olaraq vəhdət namazlarının təşkilidir. Burada sadəcə namazlardan söhbət getmir. İslam dininin vəhdət anlayışı, məzhəblərin, fərqli fikirlərin bir arada olduğunu göstərməsi baxımından mühüm bir nümunə təşkil edir. İstərdim ki, bax, bu məscidin vəhdət baxımından hansı şuurda olduğunu və hansı funksiyanı icra etdiyini, bunun praktik tərəflərini də qısa olaraq tamaşaçılarımızın nəzərinə çatdıraq. Biz Heydər məscidində artıq 10 ildir bu ənənə davam edir. Bu ənənə də bizim öz şəxsi düşüncəmizin məhsulu deyil. İslamın ruhuna uyğun olaraq, Allah Rəsulunun sünnətinə uyğun olaraq, qarşımızda Qur'an-ı Kərim var. Qur'an-ı Kərimin prinsiplərinə uyğun olaraq, Allah Rəsulunun hədislərinə uyğun olaraq bütün müsəlmanların birliyə dəvət edildiyinin, vəhdətə dəvət edildiyinin şahidi oluruq. Heydər məscidində digər məscidlərdən fərqli olaraq namazlar 5 vaxt qılınır. Digər məscidlərdə 5 vaxt qıla bilərlər, amma Cəfəri məzhəbinin nümayəndələri də 5 vaxt qılırlar. Deyək, Əhl-i Sünnət məzhəbi sübh namazını qıldırır, zöhr namazını Cəfəri məzhəbi nümayəndəsi, əsri Əhl-i Sünnət, şamı Cəfəri məzhəbi, işanı Əhl-i Sünnət. Növbəti gün yerlər dəyişir, imamlar dəyişir, amma cəmaat dəyişmir. Təbii ki, radikal düşüncədə olan insanlar hər iki məzhəbdən qoşulmaya bilir, qəbul etməyə bilir. Və bu nümunə dünyanın heç bir yerində yoxdur. Bunu əminliklə deyə bilərik, iftixarla, ölkəmiz adına iftixarla deyə bilərik ki, artıq Azərbaycan vəhdəti, Azərbaycan vəhdət nümunəsi dünyada misal çəkilir. İslam cəmiyyətlərinin əsas istiqaməti hər zaman vəhdət, qardaşlıq, birlik üzrə olubdur. Bu məscid də bunun çox gözəl bir nümunəsidir. Rüfət müəllim, mən sizə çox təşəkkür edirəm. Dəvətimizi qəbul etdiyiniz üçün və
həm məscid ədəbi ilə bağlı, həm də ki, bax bu məsciddəki bu gözəl nümunəni xalqımıza təqdim etdiyiniz üçün təşəkkür edirəm. Minnətdaram. Çox Siz sağ olun. Mən də sizə təşəkkür edirəm. Var olasınız. Sağ olun. Hörmətli tamaşaçılar, bu dəfəki buraxılışımızda məscidlərdən bəhs etdik. Məscidlərin dini və sosial həyatımızdakı rolundan bəhs etdik. Bununla da verilişimiz başa çatır. Haqqın dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.